Salamlar hər birinizə. Bugün də 9 mart 2026-cı il buraxılış imtahanına düşən suallardan birindən də baxacağıq. Sualımız silsilə sualı, ədədlər cümlələrindəndir. Bizə deyir ki, A3 58 olarsa, A28 28 olarsa, silsilə fərqini tapın. Deməli, ilk öncə A13-ün açılışını yazaq. Bizdə A-nin açılışı var ki, A1 plus, n çıxılsın 1, vurulsun D. Buradan götürürəm, A13 bərabərdir. A1 plus, n'in yerində 13 varsa, n'in yerində 13 qoyuram. 13 çıxılsın 1, vurulsun D. Yəni, A1 plus 12'dir. A 28'i yazaq, bərabərdir. A1 plus 28'dən 1 çıxıram, 27'dir. Yazıram. Bu bərabərdir bizdə 28'ə. Bu da bərabərdir bizdə 58'ə. Bu da A13 bərabərlikdə. Buradan tənlik kimi, sistem tənlik kimi götürsəm, bax bu hissədən. A1-dən A1'ə çıxsam, edir 0. 12D'dən 27D'yə çıxsam, qalır mən 15D. Bərabərdir. Bərabərliyin sağını da çıxıramsa, solunu da çıxmalıyım da. 58'dən 28 çıxıram, qalır mənfi 30. 15D bərabərdir 30'a olarsa, D nəyə bərabərdir? 30 bölünsün mənfi 15'ə. D olacaq mənfi 2. Bizə deyir ki, silsilə fərqi. Silsilə fərqi ilə bu D-dir də bizdə. Cavabımız olur mənfi 2.